إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد İlk növbədə qardaşlar hər birinizi salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Və bundan sonra aləmlərin Rəbbi olan Allah'a həmd sənalar olsun. Elhamdülillah biz dərsimizə yenidən oxumaya başlayırıq. Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatından Allahdan müvəffəqiyyət istəyirik. Allah subhanahu taala bu dərsi eşidib dinləyənlərə faydalı etsin. Davam edir. Buyurur ki: "Və kana sallallahu aleyhi və səlləm tayyiben fi hayatihi ve mematihi." Peyğəmbər sallallahu aleyhi və səlləm həyatında da pak idi. Allah Resulü'nün ölümü də pak idi. Kəmə qalə Siddiq-ül Əkbər radiyallahu anhu, necə ki Əbu Bakır Əs-Siddiq bu barədə söyləyir ki, hinə kəşəfə an Rasulullah sallallahu aleyhi və səlləm, Allah Resulü'nün vəfat etdiyi zaman Əbu Bakır radiyallahu anhu Allah Resulü'nün üzünü açanda, üzünə baxanda dedi ki, bi əbi əntə və ummi, anam və atam sənə fəda olsun ey Allahın Rəsulü. Tibtə həyyən və meyitən, sağlığında da pak idin, ölüm anında da paksan, ölümündə də paksan. Vəlləzi nəfsi biyədihi, canım əlində olan Allaha and olsun ki, lə yuziqukəllahul mevtəteynə əbədən. Allah sənə iki ölümü daddırmaz. Bu barədə şəhdə gəlir ki, iki ölümü daddırmaz. Niyə deyə? Çünki şəhərlərdən birində həmin anda Ömər radiyallahu anhu qəbul oluna bilmirdi. Və Əbu Bakır da ona daddırdı ki, yəni ona başa saldı ki, radiyallahu anhu, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem vəfat edib, yəni ölüb artıq. İki dəfə ölməz yəni. Və başqa bir ləfsdə gəlir ki, bi əbi və ummi, anam, atam sənə fəda olsun, mə ətyabəkə həyyən və meyitən. Sağlığında da pak idin, ölümündə də. Və an İbn Abbas radiyallahu anhu qalə, cəalə aliyyun yuğassilun nəbi sallallahu aleyhi və səlləm. Bilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmi vəfatında yuyan kim olub? Qardaşlar, Əli radiyallahu anhu, əmsi oldu. Əli radiyallahu anhu olub və onu yuyanda Əli radiyallahu anhu söyləyir ki, fələm yara minhu şeyən mimmə yura minəl meyyid. Onda ölüdə görülən şeylərin heç biri deyir, Allah Resulündə görülməmişdi. Təsəvvür edin, qardaşlar. Yəni, necə ki, cənazə yuyulanda ölüdə olan naqisliklər olur, o Allah Resulündə deyir, olmamışdı, heç biri. Abdullah ibn Sələmin radiyallahu anhunun hədisindən deyir, dəlil olaraq bilirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin üzündə yalancı sifəti yox idi. Necə ki, qalə ləmmə qadimən nəbi sallallahu aleyhi və səlləm, Abdullah ibn Sələm buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Mədiniyə gəldiyi zaman incəfələn nəsu aleyhi. İnsanlar ona doğru axışırdılar. Ona doğru axışdılar. Fəkuntu fəyəmni incəfələ. Mən də deyir, onların içində idim, həmin insanların. Fələmmə təbəyyəntu vəchəhu. Kim deyir? Abdullah ibn Sələm. Arafta ənə vəchəhu leysə bi vəchhin kəzzəb. Allah Resulü'nün üzün deyir, gördüyüm zaman bildim ki, bu deyir, yalancı üzü deyil. Onun üzünə artıq baxanda bildik ki, bu doğru danışan kişinin üzüdür. Fəkənə əvvəli şeyin səmi'tuhu yəqul. Ondan ilk eşitdiyim şey sallallahu aleyhi və səlləmdən bu oldu. Əfşüs sələm. Salamı aranızda yayın. Və ət'imut ta'am. Yedizdirin, azları yedizdirin. Vasilul ərham. Qohumluq əlaqələrini birləşdirin. Və sallu billeydi və nəsu niyəm. İnsanlar yuxuda olduğu zaman gecə vaxtı siz gecə namazı qılın. Tədxulul cənnətə bisələmə. Və beləcə cənnətə daxil olarsınız. Allah Resulü dedi. İlk eşitdiyim şey idi, deyir Allah Resulü'nün. Abdullah ibn Sələm radiyallahu anhu. Və lihəzə kənə rəcul əl-munsif əlləzi leysə ləhu iradətun illə ittibə'il haqq mücərrad mən yarahu və yəsmə kələmuhu. Və beləcə deyir, insaflı olan, haqqı qəbul etmək istəyən bir kişi mücərrəd olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmi ilk görüşündə və yəsməu kələməhu ilk dəfə onu eşidəndə Allah Resulündən bir şey
yetəbədəru iləl iman bihi sallallahu aleyhi ve sellem. Ona deyir, iman gətirməyə, onun risalətinə iman gətirməyə tələsərdi, deyir. Hələ ilk dəfə görən, ilk dəfə onun söylədiyin kəlamı eşidən. Və lə yərtəbu fi risalətihi. Onun risalətin, yəni Peyğəmbərə göndərilən Quranı ona şək şübhə etməz, deyir. Hətta ilk dəfə eşidən. Bəl kəsirun minhum. Əksinə, çoxu mücərrəd mə yara vəcəhul kərim. Nə qədər çox insanlar var idi ki, Allah Rasulun mübarək üzün görməklə iman gətirmişdi. Çünki onun üzündə kəzzəbə aid olan sifət yox idi. Ya'rifu ənəhu leysə bi vəchi kəzzəb. Üzünə baxan bilərdi ki, bu yalancının üzü deyil. Və qilə li ba'dihim. Bəziləri deyərdi ki, limə bədartə iləl iman bi Muhammedin qablə ən ta'rifə risalətəhu. Nə üçün onun risalətini tanımadığını halda ona iman gətirdin? Bəziləri belə sual verərdi anında iman gətirənlərə. Və qilə li ba'dihim. Fəqal və beləcə cavab verərdi onlara ki, mə əmara bi şeyin fəqaləl aql leytəhu nəhə anhu. O elə bir şey söyləməyib ki, elə bir şey əmr etməyib ki, ağıl kaş ki bunu qadağan edərdi desin. Və lə nəhə an şeyin fəqaləl aql leytəhu əmara bihi. Və elə bir şey də Peyğəmbər sallallahu aleyhi ve sellem bizə qadağan etməyib ki, ağıl, insan ağlı deyər ki, kaş ki bunu bizə əmr edərdi. Yəni elə bir şey yoxdur. Allah Rasulü nəyə əmr edib, nəyə qadağan edirsə deyir, onda xeyir var idi, yəni götürürdük onu, qəbul edirdik anında. Yəni o kəslərə belə söyləyib cavab verərdilər. Fəstədəlləl aqilil muvaffiq bi husni şəriatihi və muvafəqatihə lil-uqulus sahihə alə risalətihi. Peyğəmbər sallallahu aleyhi ve sellem şəriətinin gözəlliyini və sağlam ağıllara uyğun gəlməsini fəstədəllə onun risalətinə dəlil olaraq görürdülər. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem şəriətinin nə qədər gözəl olmasını və ağıllara da uyğun gəlməsini insanlar dəlil olaraq görürdü ki, bu tabi olmaq lazımdır. Ona görə tələsirdilər ona iman gətirməyə, risalətinə. Və lihəzə istədəllə Məlik-i Rum Herakl. Və beləcə, elə buna görə də, bax ki, deyir, Herakl nəyə özünə dəlil götürdü? Ləmmə vusifə ləhu mə cəə bihir Rasul sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellemin vəsifləri ona danışıldıqda Herakla və mə kənə yəmuru bihi, nəyə əmr edirdi o danışılanda, və mə yənhə anhu, nədən çəkindirir? O şeyləri ona məlumat verəndə, istədəllə bizəlikə ənəhu min ə'zamur rusul. Bu danışılan şeyləri dəlil götürdü ki, bu ən əzəmətli Peyğəmbərdir. Muhammed sallallahu aleyhi ve sellem. Yəni, danışdığı şey və görüntü kifayət idi. Muhammed sallallahu aleyhi ve sellemə tabi olasın. Və ətərafə bizəlikə i'tirafən cəriyyən. Və beləcə Herakl etiraf elədi. Qəbul etdi risaləti. Amma, və ləkin, mənəəthu risalə, mənəəthu ər-riəsə və xəşyətü zəval mülkihi və min itbə'ihi. Lakin, ona tabi olan ətrafı onun ətrafından dağılışacaq, malı mülkü əlindən çıxacaq və kürsüsü də əlindən gedəcək, getməyinin qorxusu haqqı qəbul etməyə mane oldu. Kəmə mənəət kəsiran mimmən iddaha ləhum ənəhu Rasulullah sallallahu aleyhi ve sellem haqqa. Necə ki, əksər insanlara deyir, öz kürsüləri, ətrafı mane oldu olaraq haqqı qəbul etməyə. Bu da şeyx buyurur ki, ən böyük insanı haqqı qəbul etməyə mane olan ən böyük səbəblərdəndir. İnsan ətrafını düşünür ki, bəs filan kəslər yanından qaçacaq. O, bu yanımda olmayacaq. Daha oturub dura bilməyəcəm onlarla. O kürsü olmayacaq, əlimdən alınacaq. Allah qorusun. Və şeyx davam edir ki, qalə Abdullah ibn Ravahə, Abdullah ibn Ravahə radiyallahu anhu sahabə şeirində söyləyir ki, ləm təkun fihi əyətun mübəyyinətun kənət bədəhətuhu tumbikə bil xəbəri. Əgər Peyğəmbərin sallallahu aleyhi və səlləmə nazil olan heç bir ayə, əlamət, möcüzə olmasaydı belə, onu ilk görməyin deyir, sənə kifayət edərdi ki, xəbəri təsdiqləyəsən. İlk görməyin deyir, kifayət edərdi. Belə bir şeir yazım. Və mimmən yüşbihun Nəbi sallallahu aleyhi ve sellem cəmaatun və hum. Və
Artıq bundan sonra Şeyx Hafizahullah Peyğəmbər sallallahu aleyhi və səlləmə kimlər bənziyir? Onların adlarını sadalayacaq və həmçinin onların fəzilətini. İlk Allah Rəsuluna bənzəyən Nəbiyyullah İbrahim aleyhisselamdır. Kimsə qeyd edə bilirsə, telefonuna və yaxud qələmlə qeyd eləsin adları. İlk Allah Rəsuluna bənzəyən İbrahim aleyhisselamdır. Və Allah Rəsulu hədisində necə ki, Abu Hureyra radiyallahu anhu rəvayət edir hədisdə keçir ki, və ənə əşbəhu vələdi İbrahim sallallahu aleyhi və səlləm bihi. İbrahimə aleyhisselama övladları arasında ən çox bənzəyən mənəm deyir Allah Rəsulü. Və fi rivayə, başqa rivayətdə gəlir ki, rəaytu İbrahim, İbrahimi gördüm aleyhisselamı və ənə əşbəhu vələdihi bihi. Övladları arasında ona ən çox bənzəyən mən idim. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm kimə bənzəyirdi? İbrahim aleyhisselama. Və fi rivayə ində Müslim. Müslimin rahiməllahda rəvayət etdiyi rəvayətdə keçir ki, və izə bi İbrahim aleyhisselam qaimun yusalli. İbrahim Peyğəmbər ayaq üstə namaz qılırdı. Əşbəhun nəsu bihi. Peyğəmbər sallallahu aleyhi və səlləm özü xəbər verir. Əşbəhun nəsu bihi sahibukum. Sahabələr deyir ki, İbrahimə ən çox bənzəyən aleyhisselama sizin sahibinizdir. Yəni Peyğəmbəriniz idi. Yəni nəfsəhu. Yəni özün qəsd edir Allah Resulü sallallahu aleyhi ve sellem. İkincisi kimdir? Həsən İbn Ali. Həsən. Əli radiyallahu anh'ın oğlu. Və fi hədisin Uqba İbn Harisin hədisində gəlir ki, Salli Əbu Bakır radiyallahu anh'ı əl-asr. Əbu Bakır əsr namazını qılır. Summa xaracə yəmşi fəra'al Həsən. Sonra çıxır və gəzərkən Həsəni görür. Həsən radiyallahu anh'ını. Yəl'abu mə'as-sibyan. Həsən radiyallahu anhu uşaqlarla deyir oynayırdı. Fəhəmələhu alə atiqihi. Həsən radiyallahu anhunu Əbu Bakır radiyallahu anhu çiyinlərinə qaldırır. Çiyinlərinə qaldırır və deyir ki, və qalə bi əbi şəbihun bin nəbi lə şəbihun bi Ali. Və Aliyyun yadhəku. Əbu Bakır çiyinlərində saxlayır Həsəni, söyləyir ki, Peyğəmbərə bənzəyən, amma atasına bənzəmir, Əliyə bənzəmir. Əli radiyallahu anhu da deyir, bunu eşitdi və güldü. Və fi sahih Müslim, Səhih Müslimdə keçir ki, Əbu Cuheyfə radiyallahu anhu söyləyir, Rəaytu Rasulullah sallallahu aleyhi və səlləm, mən Peyğəmbər sallallahu aleyhi və səlləmi gördüm, əbyada qad şəbə, ağ idi, ağbəniz idi, və şəbqat şəbə saçlarına, saqqalına ağdən düşmüşdü. Kənəl Həsən İbn Ali yuşbihuhu. Həsən İbn Ali də onu oxşayırdı. Və qalə Ənəs. Həmsə Ənəs radiyallahu anhu rəvayət edir ki, ləm yəkun əhəd əşbəhə bin Nəbi sallallahu aleyhi ve sellem minəl Həsən İbn Ali. Həsən İbn Alidən daha çox Peyğəmbər sallallahu aleyhi ve sellemə bənzəyən biri yoxdur. Yəni, çox bənziyirdi. Sallallahu aleyhi və səlləm. Üçüncü şəxs kimdir? Hüseyin İbn Ali. Qardaşı. Ənəs radiyallahu anhu yenə rəvayət edir. Utiyə Ubeydullah İbn Ziyad. Fikir verin, diqqətli olun qardaşlar. Amələhullahu bi'adlihi. Ubeydullah İbn Ziyadın yanına bir Rə'səl Hüseyin radiyallahu anhu, Hüseyin radiyallahu anh'ın başını gətirirlər. Allah öz ədaləti ilə onunla müamilə eləsin. Bu əslində bədduadır, qardaşlar. Amələhullahu bi'adlihi. Allah ədaləti ilə müamilə eləsin. Yəni, rəhm eləməsin ona. Hüseyin radiyallahu anh'ın başı gətirilir. Fəcu'alə fi tastin. Tasın içinə qoyulur başı. Billəyənə qoyulur. Fəcəalə yənkutu. Əlində olanla burnundan, gözündən başı o tərəfə, bu tərəfə edir. Və qalə Abdullah ibn Ziyad. Həmin o Abdullah ibn Ziyad o feili etdiyi halda söyləyir ki, fi husnihi şeyə. Ənəs deyir ki, onun gözəlliyi haqqında nəsə danışırdı. Fəqal Ənəs. Ənəs radiyallahu anhu davam edib hədisə söyləyir ki, kənə əşbəhəhum bir Rasulillah sallallahu aleyhi ve sellem. Hüseyin Allah Rəsuluna bənziyirdi deyir. Allah Rəsuluna bənziyirdi. Dəyərli qardaşlar, biz
Əhl-i sünnə vəl cəmaənin əqidəsindəndir. Biz sələfilərin əqidəsindəndir. Biz əhl-i beyti sevirik. Biz Həsəni, Hüseyni sevirik. Və Amr Bəra radiyallahu anhu necə ki hədisdə, səhih hədisdə, Buxarıda keçir, rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Həsəni çiynində apararkən belə söylədiyini eşitmişəm. Allahım, mən Həsəni sevirəm, sən də onu sevginən. Biz də etiraf edirik. Biz də deyirik, Allahümmə ya Rabbi, biz Həsəni sevirik, biz Hüseyni sevirik, biz əhl-i beyti sevirik, qardaşlar. Bu bizim əqidəmizdəndir. Allah da ona kim əziyyət veribsə, qətlində iştirak edibsə, amələhullahu bi'adlihi. Allah ədaləti ilə onlarla müamilə aparsın. Amin ya Rabbi. Və görün, Allah necə ədalətli davranır. Həmən Ubeydullah ibn Ziyədə, ona əziyyət verən başına, Hüseyin radiyallahu anhunun. Və qad aqəballahu azza və cəllə Ubeydullah ibn Ziyəd, Allah onu cəzalandırdı deyir. Amələhullahu bi'adlihi. Öz ədaləti ilə Allah onunla müamilə elədi. Fə'an Umar ibn Umeyr. Umar ibn Umeyr rəvayət edir ki, ləmmə ci birəsi Ubeydullah ibn Ziyad və əshabihi nuddidət. Ubeydullah ibn Ziyadın və onun əshabəsinin, tərəfdarlarının, yəni Hüseyin radiyallahu anhu əziyyət verənlərin başları gətirildi. Başları gətirildi. Üst-üstə düzüldü, yığıldı bir yerə başları. Fil məscid fil rahbə. Rahbə adlanan bir yerdə, məscidin həyətində rahbə adlanan yerdə topladılar. Fəntəhəytu ileyhim. Mən də ora tərəf getdim, baxmağa. Və hum yəqulunə. İnsanlar deyirdilər ki, qad cəət. Gəldi, artıq gəldi. Belə söz deyirlər. Baxdım, deyir, gördüm ki, fəizə həyyə qad cəət təxallələr rus, həttə dəxalət fi mənxari Ubeydullah ibn Ziyad. Baxdım ki, ilan gəldi, başlarının arasında hərəkət elədi, hədis də keçir Buxarıda, dəyərli qardaşlar. Başlarının arasında hərəkət etdi və sonra Ubeydullah ibn Ziyadın burnundan daxil oldu ilan. Daxil oldu. Fəməkəfət huneyhətən. Və orada bir qədər qaldı onun başında. Thumma xarəcət. Sonra ilan çıxdı. Fədəhəbət həttə təğayyəbət. İlan çıxdı oradan və bir müddət yoxa çıxdı. Thumma qal. İnsanlar yenidən başladılar. Dedilər ki, qad cəət. İlan yenə gəldi. Fəfəaltu zəlikə mərratin əv sələsən. İlan eyni bu halı 2 və yaxud 3 dəfə təkrarladı. Başdan arasına hərəkət elədi, sonra da getdi, Ubeydullah ibn Ziyadın burnundan daxil oldu. Bax, bu Allahın ona bu dünyada hələ verdiyi cəza idi. Rabi, Peyğəmbər sallallahu aleyhi və səlləmə bənzəyən 4-cü sinif, Cəfər ibn Əbi Talib radiyallahu anhudur. Cəfər ibn Əbi Talib. Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisi oğlu. Qalə Nəbi sallallahu aleyhi və səlləmin Cəfər. Qardaşlar, Allah Rəsulü Cəfər radiyallahu anhu və oğlu Abdullaha, indi şeyx deyəcək. Elə bir fəzilət deyib ki, heç bir sahabiyə deməyib. Heç bir sahabiyə. Baxın. Peyğəmbər sallallahu aleyhi və səlləm Cəfərə dedi, əşbəhdə xalqi və xuluqi. Sən mənim həm xilqətimə bənziyirsən, yaradılışıma. Ey Cəfər, həmsində əxlaqım səndədir. Əxlaqım da bənziyir əxlaqıma. Vahiyyə, bu da şeyx də buyurur ki, Cəfər üçün deyilən çox əzəmətli bir fəzilət idi. Radiyallahu anhu dedi Allah Rəsulü. Başqa bir rəvayətdə gəlir ki, əşbəhə xalquka xalqi. Ey Cəfər, xilqətin xilqətimə bənziyir. Əxlaqın da əxlaqıma. Və xuluquka xuluqi. Və 5-ci sinif. 5-ci şəxs kimdə Allah Rəsuluna bənzəyən? Abdullah ibn Cəfər. Əmisi nəvəsi. Onun oğlu. O zaman ki, Qazvətə Mu'tə döyüşündə Cəfər radiyallahu anhunu şəhid edirlər. Allah Rəsulunun yanına onun övladları gətirilir. Bi Abdillah və Avun və Muhammed. Abdullah, Avun və Muhammed adlı 3 oğlu olub. 3-ünü gətirirlər. Fəqalə, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, Udu iləl həllaq. Bərbəri çağırın. Fəciyə bil həllaq fəhələqa rusənə. Deyir ki, bərbər gəldi və bizim saçımızı qıxdı. Sümmə qal, sonra dedi ki, əmmə Muhammedun fəşəbihu amminə Əbi Talib. Muhammedə gəldikdə əmmimiz Əbu Talibə bənziyir.
Və əmmə Abdullah fəşəbihu xalqi və xuluqi. Atasına dediyi kimi eyni şey oğluna deyir. Abdullaha gəldikdə deyir, həm xilqətimə bənzəyir, zahiri görkəmi, həmçinin də əxlaqıma bənzəyir. Və şeyx buyurur ki, başqa rəvayətdə həmçinin Avun haqqında eyni bu söz gəlir. Lakin səhih olan budur ki, Allah Rasulü yalnız Abdullah oğluna deyib bu sözü. Avuna dediyi söz isə şeyx buyurur ki, sənədə mürsəldir, yəni zəif hədisdir. Baxmayaraq ki, Hafiz İbn Həcər Əl-Əsqani rahimehullah kitab İsabə kitabında səhih olduğunu demişdir, amma səhih olan budur ki, o həmin hissəsi zəifdir. 6-cı bənzəyən şəxs isə Əbu Sufyan İbnül Harisdir. Və huwa İbn Ammin Nəbi sallallahu əleyhi və səlləm. O da Peyğəmbər sallallahu əleyhi və səlləm əmsi oğludur. Və əxuhu minər-rida və Peyğəmbər sallallahu əleyhi və səlləmdən süd qardaşıdır. Kimdən? Həlimə anadan. Həlimə valideynlərindən. Və kənə şairan, şair idi. Və əsləmə və husn İslamihi. İslamı gözəl olub, İslamı qəbul edib və İslamı gözəl olub, Huneyn döyüşündə iştirak edib və gözəl döyüş göstərən kişilərdən olub. Və həmçinin şeyx buyurur ki, və huva min fudalai sahabə. Sahabələrin fəzilətlilərindən sayılır həmçinin. Abdullah İbn Haris haqqında sahabə söyləyir ki, kənə yushbihun Nəbi sallallahu aleyhi və səlləm. O Allah Rasuluna bənzəyirdi. Və ənəhu kənə ətəşşəm, Şama gəldiyi zaman, fəkənə izə ru'i, onu görənlər deyərdilər ki, həzə İbn Ammi zəlikə sabi. Lişəbhihi bihi. Onu görən müşriklər deyərlər ki, bu dindən çıxan Muhammedin, yəni Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin əmisi oğludur. Əs-sabi, müşriklər Peyğəmbər sallallahu aleyhi ve sellemə deyirdilər. Onların dinin tərk etdiyinə görə, yəni şirk qoşmadığına görə dindən çıxmış adlandırırdılar müşriklər, Allah Rəsulunun fayda olaraq deyim. Və 7-ci şəxs isə Əs-Səib ibn Ubeyd Əl-Mutlabi radiyallahu anhu və huwa əhəd əcdədul İmam Şafi rahimehullah. Qardaşlar, həmin şəxs Səib ibn Ubeyd Əl-Mutlabi İmam Şafinin babalarındandır. Biz eşidirik İmam Şafi Allah Rasulü nəslindəndir. Bax, bu kökdür. İmam Şafinin babalarındandır. Əsləmə yevm Bədir, Bədir döyüşündə. Bədir günü İslamı qəbul edib. Və kənə sahib raya Bəni Həşim. Bəni Həşimin bayraqdarı olub, babası. Və usira, əsir düşür. Fənədə nəfsəhu. Sonra fidyə verir, özünü azad edir. Sümmə əsləmə. Sonra İslamı qəbul edir. Əs-Səmin, 8-ci şəxsi isə Qüthəm İbnül Abbas radiyallahu anhudur. Qüthəm İbnül Abbas. Və huwa İbn Ammin Nəbi sallallahu aleyhi ve sellem. O da Peyğəmbər sallallahu aleyhi ve sellem əmi oğlusudur. Kənə şəbihən Nəbi sallallahu aleyhi ve sellem və axirən nəsi bihi ahdən. Peyğəmbər sallallahu aleyhi ve sellem ən son görən kəslərdən idi və Peyğəmbər sallallahu aleyhi ve sellemə bənziyirdi. Qövmünün seyyidi idi. Təqvalı olan kəs olub və fəzilə sahib olub. Və bundan sonra şeyx bənzəyən şəxslər haqqında olan şeyləri gətirir. Vaxtımız azlığından şeyləri oxumayacaq. Lakin fəsara ədəduhum sittədə aşara rəculən fənəxtim bi zikrihim və hum. Şeyx buyurur ki, lakin 16 sinif şəxs var ki, onlar Allah Rəsuluna bənzəyir. 16-sının da adını çəkəcək inşallah. Qeyd edən etsin. Birinci gəldi ki, İbrahim aleyhisselam. 2. İbrahim ibn Nəbi. Peyğəmbər s.ə.v oğlu İbrahim. 3-cüsü Həsən ibn Ali. 4. Hüseyin ibn Ali. 5. Cəfər ibn Əbi Talib. 6. Abdullah ibn Cəfər. 7. Avun ibn Cəfər. Abdullah ibn Cəfərin oğlanlarıdır. Sonra 8. Qüthəm ibn Abbas radiyallahu anhu. 9. Abu Sufyan ibn Harith radiyallahu anhu. 10. Əs-Səib ibn Ubeyd radiyallahu anhu. 11. Əs-Səib ibn Ubeyd kim oldu? İmam Şafinin babası, babalarından. 11. Müslim ibn Aqil. 12. Kəbis ibn Rabia. 13. Abdullah ibn Amir ibn Kureys radiyallahu anhu. 14. İbrahim ibn Həsən ibn Ali ibn Əbi Talib. 15. Ali ibn Ali
İbn Neccad, İbn Rifa'a, Əbu İsmail. 16 Yahya İbn Qasim, İbn Muhammed, İbn Cafar, İbn Muhammed, İbn Ali, İbnül Hasan, İbnül Hüseyin, İbn Ali. Yəni Əli radiyallahu anhunun nəvələri nəticələridir. Fikir verin. Allah Rasuluna və kana yuqallahu, bu kişiyə deyilərdi ki, əş-şəbihu avuş-şibh, peyğəmbərin bənzəyəni. Peyğəmbərə bənzəyən deyirdilər ona. Və şeyx buyurur ki, artıq kişilərdən ona bənzəyənləri saydıq və qadınlardan da ona bənzəyən var idi Allah Rasuluna. O da kim idi? Seyyidə Nisa'il Alemin radiyallahu anhu. Alimlərin qadınlarının seyyidəsi. Kimdir o? Fatimə. Qızı Fatimə radiyallahu anhə. Allah Rasuluna çox bənzəyirdi. Fə'an Ayşə. Anamız Ayşə. Möminlər anası Ayşə radiyallahu anhədən rəvayət olunur ki, qalət, o belə söylədi. Əqbələt Fatimə. Fatimə gəldi. Təmşi kəənnə mişyətəhu məşşün nəbi sallallahu aleyhi ve sellem. Yeriyirdi, sanki Peyğəmbər sallallahu aleyhi ve sellem kimi yeriyirdi. Yəni, onun yerişi sanki Peyğəmbər sallallahu aleyhi ve sellemin yerişiydi. Və sonuncu, şeyx buyurdu ki, kənə həuləyi yüşbihunə nəbi sallallahu aleyhi ve sellem fi xilqatihi əmmə fil xulq. Fəhəzə min xasais Cəfər ibn Əbi Talib və vələdihi Abdullah radiyallahu anhuma. Bunlar hamısı deyir, sadalanan kişilərin hamısı, şəxslərin hamısı Allah Rasuluna xilqətində oxşayırdılar. Yəni, zahiri görkəmində. Peyğəmbər sallallahu aleyhi ve sellemə bənziyirdilər. İllə bu iki şəxs. Cəfər ibn Əbi Talib və Abdullah ibn Cəfər. Yəni, əmsi oğlu və əmsi nəvəsi. Bu ikisi haqqında isə Allah Rasulü dedi ki, həmsində əxlaqları əxlaqıma bənziyir. İkisi haqqında elə söyləmişdir. Bu qədər kifayətdir. Allahdan müvəffəqiyyət istəyirik və Allah Subhanahu bizim üçün, eşidənlər üçün, hamı üçün faydalı etsin. Aqulu ma tesmaun, estağfirullah li və lekum və lisa'ilil muslimin min kulli zəm, və estağfiruhu innehu huvel gafurur rahim.